Tarix boyunca bəşəriyyət elmin sərhədlərini aşmaq, görünməyən qüvvələri dərk etmək və zamanın özünü idarə etmək üçün saysız-hesabsız təcrübələrə imza atıb. Amma bəzən bu cəhdlər sadəcə elmi maraqla deyil, daha dərin və gizli məqsədlərlə aparılıb. Amerika Birləşmiş Ştatlarının hökuməti vaxtilə insanların zehni üzərində eksperimentlər aparıb, hətta zamanla oynamağa çalışıb. Bugünkü videomuzda sizə dünyanın ən müəmmalı və sirli layihələrindən biri olan Montauk eksperimentindən danışacağım. Bu eksperimentdə iddialara görə zaman səyahəti, psixoloji nəzarət, telepatiya və hətta yad planetlərlə əlaqə cəhdləri həyata keçirilib. Hazırsınızsa gəlin bu müəmmalı dünyanın qapılarını birgə aralayaq. Montauk eksperimenti New York ştatında yerləşən Montauk hava bazasının yaxınlığında həyata keçirildiyi iddia edilən çox gizli və müəmmalı bir layihədir. Bu layihə yalnız hərbi təcrübələrdən ibarət deyil, həm də psixotronik silahlar, zaman səyahəti və paranormal hadisələrlə əlaqələndirilir. Həmçinin təcrübələr arasında yad planetlərlə əlaqə qurulması və paralel aləmlərlə təcrübə aparılması kimi qeyri-adi iddialar da mövcuddur. Eksperiment haqqında ilk məlumatlar 1990-cı illərin ortalarına qədər gizli saxlanılıb və o vaxtdan etibarən müxtəlif yazılar, sənədlər və şahid ifadələri vasitəsilə açıq-aşkar müzakirə edilməyə başlanmışdı. Bu sirli layihə çoxlu sayda fərqli nəzəriyyəyə və təcrübəyə səbəb olmuşdu. Montauk həmçinin Philadelphia eksperimenti ilə əlaqəli sayılır ki, bu da daha əvvəlki bir hərbi təcrübədir və o zaman texnologiyasından daha irəlidə olan mövzularda təcrübələr aparıldığını iddia edir. Montauk hava bazasının tarixi çox qədimdir. Bu baza əvvəlcə hərbi hava qüvvələrinin yerüstü təcrübələri üçün istifadə edilən bir hərbi ərazi kimi qurulmuşdu. 1930-cu illərdə fəaliyyətə başlayan bazada xüsusilə soyuq müharibə dövründə Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələrinin müxtəlif elmi və təhlükəsizlik layihələri həyata keçirildiyi bildirilir. Bura yalnız hava və kosmosla əlaqəli tədqiqatlar deyil, həm də yad planetlərlə əlaqə qurmağa yönələn eksperimentlər üçün istifadə olunurdu. 1970-ci illərin sonlarında və 1980-ci illərin əvvəlində Montauk hava bazasının gizli təcrübələr mərkəzinə çevrildiyi iddia edilir. O vaxtlar burada xüsusi yad planetlər və radar texnologiyası ilə əlaqəli təcrübələrə yer verilirdi. Ancaq ən çox diqqət çəkən Montaukda insan şüurunun manipulyasiyası və zaman səyahəti ilə bağlı təcrübədir. Eksperiment zamanla sirli və paranormal hadisələrə bağlanmış və çoxsaylı teoriyalara ilham vermişdi. Təcrübələr həm texnoloji, həm də psixoloji aspektlərdə irəliləyişlər etməyə çalışmışdı. Ən diqqət çəkən təcrübələr isə bunlardır. Eksperimentlə əlaqəli ən məşhur iddialardan biri zaman səyahəti və paralel aləmlərlə əlaqə qurulmasıdır. Bir çox iştirakçı özlərinə aparılan təcrübələr zamanı zamanın təkrarlanması, keçmişə və gələcəyə səyahət etməyi iddia etmişdi. Məlumatlara görə Montaukda bu təcrübələr insanlara zaman sərhədləri boyunca hərəkət etməyə imkan verirdi. Bəzi şahidlər özlərini keçmişə və ya gələcəyə göndərildiklərini bildirmişlər. Onların fikrincə bu səyahətlər insanın tərbiyə edilməsi və ya paranormal hadisələrin araşdırılması məqsədini güdürdü. Hətta bəzi iştirakçılar gələcəkdən gələn məlumatların zaman səyahəti vasitəsilə təmin edildiyini bildirirlər. Montaukda ən çox danışılan mövzulardan biri də burada istifadə edilən psixotronik silahlarla bağlıdır. Bu silahlar insan beyninin manipulyasiya edilməsi məqsədini güdürdü. Şuuraltı mesajlar, psixoloji nəzarət və düşüncə kontrolu kimi üsullar təcrübələrin əsas hissəsini təşkil edirdi. Montaukda həyata keçirilən digər bir çox təcrübələr psixotronik texnologiyaların insanlara təsirini öyrənmək və paranormal halları nəzarət altına almaq məqsədi daşıyırdı. İddialara görə burada istifadə edilən texnologiyalar insanların şuuraltı manipulyasiya etməyə, onların hərəkətlərini yönləndirməyə və müxtəlif hallarda mental təsirlər yaratmağa imkan verirdi. Montauk eksperimentində ən çox müzakirə edilən məsələlərdən biri də burada yad planetlərlə əlaqə qurulması ilə bağlıdır. Bir çox teoriyaya görə Montaukda aparılan təcrübələr yalnız hərbi məqsəd güdməyib, həm də yad planetlərin texnologiyasından istifadə etməyə yönəlmişdi. Bu iddialar arasında yad planetlərlə əlaqə qurma kimi mövzular da var. Bir çox iştirakçı Montaukda təcrübələr aparılarkən yad planetli varlıqların burada olduğu və onlarla əlaqənin qurulmağa çalışdığı barədə məlumatlar paylaşmışdı. Hətta bəzi iddialara görə yad planetlərin Montaukda istifadə olunan radar sistemləri və psixotronik texnologiyalarla əlaqəsi olmuşdu. Bəzi tədqiqatçılar UFO texnologiyasını hərbi silah və paranormal tədqiqatlar üçün istifadəyə verildiyini irəli sürürlər. Montauk eksperimenti haqqında ən çox mübahisə edilən məsələlərdən biri də gizli sənədlərin və şahidlərin verdiyi məlumatlardır. Preston Nichols və Peter Moon kimi yazıçılar bu təcrübələrin iç yüzünü açmağa çalışan ilk şəxslərdən olub. Kitablarında Montaukda aparılan gizli təcrübələr və onların nəticələrinə dair çoxsaylı məlumatlar təqdim edirlər. Bir çox sənədlər və ifadələrə görə hökumət bu təcrübələri uzun müddət gizlətməyə çalışıb.
Yalnız 1990-cı illərdən sonra Montauk Boys və digər iştirakçılar baş verənlər haqqında məlumatları açıqlamağa başlamışdılar. Bu məlumatlar Montaukun əslində bir çox gizli təcrübə, yad planetlərlə əlaqə cəhdlərinin yerinə yetirildiyi bir məkan olduğunu ortaya qoydu. Əgər siz də Montauk eksperimenti haqqında daha çox məlumat əldə etmək istəyirsinizsə, kanalımıza abunə olun və videonu bəyənin. Bizimlə qalın və gizli təcrübələr, paranormal və sirli hadisələr haqqında daha çox maraqlı məlumat əldə edin. İzlədiyiniz üçün təşəkkürlər.